Mən başqa şey istəmirəm ki, valla sizlə işim yoxdur, özümə deyirəm. Başqa heç nə istəmirəm. Mən bundan sonra Həzrət Əlinin namazını da qıla bilmərəm. Həzrət Əlinin orucunu da tuta bilmərəm. Dedi, bunu soyundurmayın, zirəhi əynindən çıxartmayın. Çünki öz qəbiləsində hörmətli kişidir. Bax, bunu deyirəm mən. Deyirəm ki, mən nə Əlinin namazı, nə Həzrət Əliyə qurban olum, onun orucu, nə onun ibadəti, nə onun paşlığı, təqvası. Onun ayağının altındakı toza qurban olum. O mən üçün deyir. Amma heç olmasa bir dənə düşmənlə bu elədiyi rəftarı öyrənə biləydim ondan. Bir dənə bunu. O, İslam düşməninə, Allah düşməninə deyir, qəbiləsində hörmətlidir. Hörmətinə qoy xələl gəlməsin. Düşmən olub məndən qalib gəlmişəm. Niyə xələl gəlməlidir hörmətinə? Amma mən isə nəinki düşmən, öz müsəlman qardaşımın nə heysiyyatın gözləyirəm, nə hörmətin gözləyirəm, nə ehtiramın gözləyirəm. Sonra deyirəm ki, mən Əli şiəsiyəm. Əli şiəsən? Ola bilər səndən mənim fikrim düz gəlməyə. Ola bilər səndən mənim heç inancım da düz gəlməyə. Ola bilər səndən mənim heç dünya görüşüm də fərqli ola. Amma hörmətə nə olub ki?